Herkese salam. Milli Coin-də liderlər siyahısı artıq efirdədir. Yəni burada görə bilərsiniz. Liderlər siyahısı nədir? Milli Coin-in ən güclü komandasına sahib olan insanların loginləri, adları buradadır. Sən də lider siyahısına keçərək öz adını liderlər siyahısına yaza bilərsən və burada birinci yerdə kim olsa yaxşıdır? Ayna xanım. Ayna xanım son 30 gün ərzində referallarından 2.628.346 milli coin toplayıb. Bu da 262 manat deməkdir. İkinci yerdə Ayla Nəcəfova 1.035.651, yəni 103 manat toplayıb referallarından. Üçüncü yerdə Səadət xanım 98 loginli istifadəçi 94 manat toplayıb referallarından. Dördüncü yerdə Makuş adlı istifadəçimiz 76 manat toplayıb referallardan. Bu bir ay ərzində qazandıqları pullardır, referallardan, təkcə referallardan qazandıqları pullardır. Sən də öz adını bu siyahıya yazdıraraq qalib ola bilərsən. Təşəkkür edirəm.